Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Qərbi Azərbaycan əyalətində quraqlıq artdı. Daha 24 məhbus edam edildi. Dəməşq Sepaha qarşı Amerika ilə əməkdaşlıq edəcək. Rusiyanın ən böyük neft emalı zavodu bağlandı. Avropa Komissiyası Ukraynaya 6 milyard avro ayırdı. İndi isə daha ətraflı. Koroğlu tamaşası tamaşaçıların böyük marağına səbəb olub. Belə ki, tamaşa ilk 24 saatda 800-dən çox bilet sata bilib. Azərbaycan xalq dastanından ilhamlanan və türk dilində səhnələşdirilən tamaşa Təbrizdə ən müzakirə edilən bədii və sosial tədbirlərdən birinə çevrilib. Ziyalıların dəstəyi, canlı musiqi çıxışları və Koroğlu obrazının möhtəşəm canlandırılması geniş tamaşaçı axınının əsas səbəblərindən biridir. Təşkilatçıların sözlərinə görə səhnəyə qoyulmasına hələ 16 gün qalmasına baxmayaraq tamaşaya artıq 800 bilet satılıb. Qeyd edək ki, Koroğlu tamaşası 26-30 noyabr tarixləri arasında Təbrizin Beynəlxalq Konfrans Mərkəzində səhnələşdiriləcək. Davam edirik. Qərbi Azərbaycan əyalətinin bütün bölgələrində quraqlıq və su çatışmazlığı hökm sürür. Bu haqda əyalətin regional su şirkətinin müdiri Məcid Rəstqari məlumat yayıb. O bildirib ki, əyalət bəndlərinə axan suyun miqdarı əvvəlki ilə müqayisədə 67% azalıb. Meteoroloji məlumata görə əyalət ərazisinin 99% quraqlıqdan əziyyət çəkir. Urmiya şəhərində isə ərazilərin 73% çox şiddətli quraqlıqla üzləşib, deyə Rəstqari əlavə edib. Regional su şirkətinin müdiri əyalətin su ehtiyatlarının 90%-dən çoxunun kənd təsərrüfatı sektorunda istehlak olunduğunu söyləyib. Bu tendensiyanın davam etməsi torpaq çökməsinə və yeraltı suların şoranlaşmasına səbəb ola bilər. Qeyd edək ki, yeraltı su ehtiyatlarının tükənməsi bölgədə əlavə ekoloji problemlərin, o cümlədən torpaq çökməsinin də genişlənməsi ilə nəticələnib. Hazırda Qərbi Azərbaycan əyalətinin Urmuq, Xoy və Salmas bölgələrində torpaq çökməsi ciddi problem olsa da, bu Salmas və Kəhriz düzənliklərində şiddətli səviyyəyə çatıb. İranın bir neçə şəhərinin həbsxanasında 24 məhbusun edam hökmü yerinə yetirilib. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Qeyd edək ki, cari ildə 39-u qadın olmaqla 1400-ə yaxın məhbus edam edilib. Onlardan 1330-unun kimliyini müəyyənləşdirmək mümkün olub. Buraxılışımız davam edir. Noyabrın 13-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilir. Dövlət ittihamını müdafiə edən prokuror bildirib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının suveren ərazilərinin işğal edildiyini, bununla da Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibə apardığını təsdiqləyib. İttiham çıxışında göstərilib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzkar müharibə aktiv hərbi əməliyyatların aparılmadığı dövrdə belə faktiki olaraq dayandırılmayıb. Təcavüzkar müharibənin gedişində atəşkəs dəfələrlə pozulmaqla Azərbaycan Respublikası ərazisində qanuni fəaliyyət göstərən onun silahlı qüvvələrinin üzvləri, mülki şəxslər, onların əmlakları, mülki təyinatlı dövlət obyektləri, dini, təhsil, elm, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdiyi yerlər, habelə mühüm strateji əhəmiyyətə malik obyektlər, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri hücum obyektinə çevrilib. Habelə bildirilib ki, işgəncələrin sistematik xarakter daşıması və geniş coğrafiyada yayılması işgəncənin tətbiqinin Ermənistan dövlətinin siyasətini əks etdirdiyi sübut edir. Vurğulanıb ki, Cenevra konvensiyalarına birinci əlavə protokol işğal edən dövlətin öz vətəndaşlarının bir hissəsini işğal etdiyi əraziyə köçürməsini cinayət sayıb. Qeyd edilib ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan və Bako Sahakyan ifadələrində Azərbaycanın işğal altında olan bölgələrinə, xüsusən də Laçın rayonuna Ermənistandan əhalinin köçürüldüyünü təsdiqləyiblər. Eyni zamanda bu faktlar məhkəmə istintaqında tətbiq edilmiş məktublar, erməni mənbələrinin məlumatları və internet informasiya ehtiyatları
nəşriyyatında olan məlumatlara əsasən təsdiq olunub. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunları və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir. Dünya gündəmi ilə davam edirik. Dəməşq bundan sonra IŞİD, İslam İnqilabı Keşikçiləri Korpusu, Həmas, Hizbullah və digər terror şəbəkələrinin qalıqları ilə mübarizədə Amerika ilə fəal əməkdaşlıq edəcək və sülhün təmin edilməsi üçün qlobal səylərdə sadiq tərəfdaş olacaq. Bunu Amerikanın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak deyib. Suriya prezidenti Əhməd Əşşaranın Amerikaya səfərini və Amerika prezidenti Donald Trumpla görüşünə toxunan Barak bunun müsbət nəticə verdiyini bildirib. Onlar qarşıdurmanı qarşılıqlı əlaqə ilə əvəz etməyin, Suriyaya və onun xalqına yenilənmək üçün real şans verməyin vaxtının çatdığına dair ortaq inanclarını vurğuladılar. Barak əlavə edib ki, Suriyaya real şans verməkdə növbəti addım Sezar aktını tamamilə ləğv etməkdir və Konqresi bu tarixə addım atmağa çağırıb. Rusiyanın Orenburq vilayətində yerləşən ən böyük neft emalı müəssisələrindən biri fəaliyyətini tamamilə dayandırıb. Fortov Invest şirkətinə məxsus olan bu müəssisə noyabrın 10-da baş verən qəza səbəbindən xammal emalını dayandırıb və həftənin sonuna qədər işə başlamayacaq. Neft emalı zavodu bazar ertəsindən bazar gününə qədər işləməyəcək, tamamilə bağlanıb. Texniki fövqəladə vəziyyət yaranıb deyə mənbə deyib. Bildirilib ki, avadanlığın modernləşdirilməsi zamanı yanğın baş verib, lakin alov sonradan söndürülüb. Məlumata əsasən noyabrın 11-də zavod pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Orenburq vilayətinin qubernatoru Yevgeniy Sansnev həmin gün bildirib ki, PUA hücumu nəticəsində regiondakı sənaye obyektlərinin biri zərər çəkib, lakin konkret hansı müəssisədən söhbət getdiyi açıqlanmayıb. Rosknos'un illik nominal gücü 5,76 milyon ton neft xammalı təşkil edir. Zavod vilayətin yanacaq bazarının 40%-dən çoxunu təmin edir və məhsulunu qonşu regionlara da ixrac edir. Reuters mənbələrinin məlumatına görə son aylarda zavod gündəlik təxminən 13 min ton xammal emal edirdi. Beləliklə, bir həftəlik dayanma nəticəsində təxminən 70 min tonluq emal həcmi itiriləcək. Avropa Komissiyası Rusiya aktivlərindən əldə edilən gəlir hesabına qaytarılması şərti ilə ERA kredit xətti çərçivəsində Ukraynaya təxminən 6 milyard avro vəsait ayrıldığını elan edib. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bunu Avropa Parlamentindəki çıxışında açıqlayıb. Bugün ERA proqramı çərçivəsində Ukraynaya 6 milyard avro vəsait ayrıldığını elan edirik. Qeyd edək ki, bu kredit xəttinin ümumi məbləği 45 milyard avroya qədərdir və G7 ölkələri tərəfindən dondurulmuş Rusiya aktivlərinin yenidən investisiya qoyuluşundan əldə edilən gəlirdən istifadə etməklə təmin edilir. Avropa Komissiyasının prezidenti bildirib ki, Avropa Komissiyasının əsas məqsədi Ukraynadakı müharibə ilə bağlı Rusiyanın xərclərini artırmaqdır. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.